Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. As-salatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Bundan əvvəlki dərsimizdə fərz namazlara bitişik olan, ondan əvvəl və yaxud sonra qılınan sünnət namazlarını öyrənmişdik. Nafilə namazların hansılar olduğunu, neçə rükət olduğunu öyrənmişdik. Bu dərsimizdə isə bunlardan əlavə olan nafilə namazları öyrənəcəyik inşallah. Bunlar isə müəyyən hadisələr və yaxud da ki, müəyyən vaxtlara bağlıdır. Onları bir-bir qeyd eləyək inşallah. Bunlardan birincisi təhiyyətül məscid namazıdır və yaxud məscidi salamlama namazıdır. Yəni bir şəxs məkruh olmayan hər hansı bir vaxtda məscidə daxil olduğu zaman yerə oturmadan 2 rükət namaz qılması müstəhəbdir. Bir şəxs məscidə daxil olub bu namazı qılmadan oturmuş olsa, unudaraq və yaxud unutmadan belə sonradan da bu namazı qıla bilər. Yəni qalxdıqdan sonra da bu namazı qıla bilər, yenə də müstəhəb hökmündədir. Ancaq məscidə daxil olduğumuz zaman cəmaatla fərz namazına başlanırsa və yaxud da ki, az sonra başlanacaqsa, vaxt ancaq o fərz namazının sünnətini qılmağa çatırsa, biz o fərz namazına qoşularıq və yaxud da ki, o fərz namazının müəkkəd sünnətini qılarıq və beləcə təhiyyətül məscid namazı da qılınmış olar. Yəni, məscidə daxil olarkən qılınan fərz namazı və yaxud da ki, bu fərz namazına tabi olaraq qılınan namaz da bu halda təhiyyətül məscid namazı yerinə keçir. Başqa bir müstəhəb namaz isə dəstəmaz namazıdır. Yəni, dəstəmaz aldıqdan sonra dərhal 2 rükət namaz qılmaq. Digər bir müstəhəb namaz isə züha namazı və yaxud duha namazıdır. Buna quşluq vaxtı namazı da deyilir. Bu namazı qılmağın vaxtı günəş çıxdıqdan ən az 20-25 dəqiqə sonradır. Bitmə vaxtı isə günorta namazı daxil olmamışdan əvvəlki məkruh vaxt girənə qədərdir. Yəni, bu müddət ərzində duha namazını qıla bilərik. Bunun müstəhəb olan vaxtı isə günorta namazına yaxın olan bir vaxtda qılınmasıdır. Bu namaz 2, 4, 8, hətta 12 rükət olaraq qılına bilər. Yəni, ən azı 2 rükətdir. Yenə səhər-səhər, yəni günəş çıxdıqdan təxminən 15 və yaxud 25 dəqiqə sonra qılınan bir namaz var. Bunun adı da işraq namazıdır. Duha namazı bu vaxtda qılınanda, yəni ilk vaxtında qılınanda buna həm də işraq namazı deyilir. Bu namaz isə 2 rükətdir. Və yaxud bir adam günəş çıxdıqdan 25 dəqiqə sonra bir neçə rükət namaz qılsa, bunun ilk 2 rükətini işraq namazı adlandıra bilərik. Bunun duhadan fərqi odur ki, bu ilk vaxtda, yəni məkruh olmayan, namaz qılmağın məkruh olmadığı ilk vaxtda qılınan namazdır. Digər bir müstəhəb namaz isə gecə namazıdır və yaxud da ki, gecə vaxtı qılınan namazlardır. Ümumiyyətlə biz bilirik ki, gecə vaxtı qılınan nafilələr gündüz vaxtı qılınan nafilələrdən əfzəldir, onlardan üstündür. Buna görə gecə vaxtı qılınan namazların sayını çoxaltmaq da avtomatik olaraq daha savabdır, daha fəzilətlidir. Bu namazı və yaxud bu nafilə namazları gecənin ilk vaxtında qılmaq da mümkündür, orta vaxtında qılmaq da mümkündür, son vaxtında qılmaq da mümkündür. Təbii ki, son vaxtında qılmaq, orta vaxtında qılmaqdan, orta vaxtında qılmaq isə ilk vaxtında qılmaqdan daha fəzilətlidir. Təbii ki, bu namazı yatıb durduqdan sonra, yəni işa namazı qılınıb, ondan sonra yatıb durduqdan sonra qılırıqsa, bu namazın adı təhəccüd namazı olur. Və əlbəttə, əvvəlcə dediyimiz kimi, ən fəzilətli vaxt və namaz da, gecə namazlarının ən fəzilətlisi də məhz bu təhəccüd namazı olur. Ancaq yatıb təhəccüd namazına dura bilməyəcəyindən qorxan kimsələr isə bu gecə namazını yatmadan əvvəl qıla bilərlər. Burada yəni adların çox önəmi yoxdur əslində. Yatıb durduqdan sonra qılınan namaz əlbəttə ki, daha fəzilətlidir. Bu gecə namazlarının rükətlərinin sayı da 2, 4, 8 olması mümkündür. Təbii ki, avtomatik olaraq nə qədər çox olsa, bir o qədər savabdır, bir o qədər fəzilətlidir. Həmçinin gecə vaxtı qılınan bu namazlarda qiraət, rüku və səcdələr nə qədər uzun olsa, yenə bir o qədər savabdır, bir o qədər
fəzilətlidir. Biz gündüz namazlarının, gündüz vaxtı qılınan nafilələrin tək salamla qılınmasının doğru olduğunu qeyd eləmişdik. Gecə namazında isə qılınan nafilələr 2 rükətdən 1 salam verilərək qılınır. Və yaxud bunların 2 rükətdən 1 salam verilərək qılınması daha doğrudur, daha yaxşıdır. Yəni qısası, gündüz namazlarında 2-dən artıq olan gündüz namazlarında 4 rükətdə 1 salam verilməsi, gecə namazlarında isə 2 rükətdə 1 salam verilməsi doğrudur. Bəli, müstəhəb namazlardan biri də təsbih namazıdır. Bu namaz 4 rükətdir. Ancaq hər rükətdə 75 dəfə özünə məxsus bir zikri olduğu üçün bunun vaxtı daha da uzanmış olur. Qısa olaraq bu əlavə zikirlərin namazın hansı hissəsində oxunacağını da qeyd eləyək. Bu zikrin özü Subhanallah vəlhamdülillah və la ilahə illallah vallahu əkbərdir. Bu hər rükətdə 75 dəfə deyilir və beləcə bunun cəmi 300 olur 4 rükət üzrə. Bu namaza başlayarkən Subhanəkə duasından sonra 15 dəfə deyilir. Bundan sonra isə qalan yerlərdə isə hər dəfəsində 10 dəfə deyilir. Bunlar isə hansıdır? Qiraətdən sonra, yəni rükuya getmədən əvvəl, rükunun özündə, rükudan qalxdıqdan sonra, səcdədə, hər bir səcdədə və həmçinin 2 səcdə arasında. İkinci rükətə durduqda isə qiraətə başlamadan yenə 15 dəfə bunu dedikdən sonra qiraətə başlayırıq və beləcə əvvəlki kimi davam edirik. Başqa bir müstəhəb namaz isə hacət namazıdır və yaxud ehtiyac namazıdır. Bu namazı xuşu ilə qıldıqdan sonra Allaha dua eləyir, ondan öz ehtiyacımız olan şeyi və yaxud şeyləri istəyirik. Başqa bir müstəhəb namaz isə istixarə namazıdır. İstixarə namazı hər hansı bir halal olan şeyin, məşru olan bir şeyin bizim üçün xeyirli olub olmadığını bilməyimizdən ötürü qılınan bir namazdır. Bu da 2 rükət qılınır, hər hansı bir nafilə namaz kimi. Bundan sonra isə istixarə duası oxunur. Bu istixarə duası ərəbcə oxuna biləcəyi kimi öz dilimizdə də oxunur və orada həmin işin onun haqqında xeyirlidirsə, onun ona nəsib edilməsini istəyir Allah-u Teala'dan. Ancaq xeyirli olmayacaqsa, xeyirli deyilsə, o işin ondan uzaqlaşdırılmasını istəyir. Bu namazı qıldıqdan sonra o insan öz qəlbinə baxır. Bu işə dair qəlbində bir rahatlıq hiss eləyirsə, o işi eləməyə qərar verə bilər. Ancaq qəlbində bir narahatlıq hiss eləsə, artıq o işi eləmir. Saydıqlarımızdan əlavə də təbii ki, başqa müstəhəb, sünnət olan namazlar var. Bunların da bir neçəsini qeyd eləyək. Səfərə çıxmadan əvvəl qılınan 2 rükət, həmçinin səfərdən qayıtdıqdan sonra qılınan 2 rükət də müstəhəb namazlardandır. Həmçinin tövbə namazı da müstəhəb namazdır. Bunların hamısı 2 rükət olaraq qılınır. Tövbə namazı da qılındıqdan sonra Allaha tövbə edilir, Allahdan istiğfar dilənir. Yenə bunlardan əlavə günəş tutulması vaxtı qılınan namaz, həmçinin ay tutulması zamanı qılınan namaz, yağış duası və yaxud yağmur duası edildiyi zaman qılınan namaz, həmçinin çox qaranlıq vaxtda, çox qorxulu vaxtda, çox güclü külək əsdiyi vaxtda qılınan nafilə namazlar da var. Bunlar hamısı 2 rükətdir. Bunlardan biz yağmur namazını, yağış duası namazını, həmçinin günəş tutulması və ay tutulması namazını da ayrıca dərs olaraq işləyəcəyik. Onun hökmləri ətraflı orada qeyd olunacaq. Bura qədər də biz 5 vaxt fərz namazına bağlı olmayan nafilə namazları öyrəndik. Ancaq ümumiyyətlə nafilə namazlar haqqında bir neçə hökm var. Onları da qeyd eləyərək dərsimizi bitirək inşallah. Biz bildiyimiz kimi nafilə namazların bütün rükətlərindəki qiraətlər fərzdir. Bu fərz namazların ilk 2 rükətində fərz idi qiraət, ancaq nafilə namazların bütün rükətlərində, həmçinin vacib olan vitr namazının bütün rükətlərində qiraət fərzdir. Həmçinin nafilə namazların ilk oturuşu da
fərzdir. Biz bilirik ki, yenə fərz namazlarında bu ilk oturuş vacib hökmündə idi. Nafilə namazlarda isə bu oturuş, yəni ilk oturuş fərz hökmündədir. Buradan anlaşılır ki, bir şəxs nafilə namaz qılarkən ikinci rükətin sonunda oturmasa, yəni üçüncü rükətə qalxmış olsa, bu şəxs qalxmış olsa belə oturub bu fərz oturuşu yerinə yetirməsi lazımdır. Ancaq bu fərz namazlarda belə deyil. Təbii ki, bu şəxs geri dönüb bu fərz olan oturuşu yerinə yetirir və ondan sonra yenidən üçüncü rükətə qalxır və ən sonda da səhv səcdəsi eləyir. Bu səhv səcdələri haqqında ayrıca dərsimiz olacaq. Onun barəsində geniş orada məlumat veriləcək inşallah. Başqa bir önəmli xüsus nafilə namazlar haqqında nafilə namazların başlamaqla vacib halına gəlməsidir. Yəni biz bir nafilə namaza başladığımız zaman o namazı tamamlamaq bizə vacib olur. Yəni namazı üzürlü və yaxud üzürsüz hər hansı bir səbəbdən yarıda qoysaq, bu nafilə namazdan söhbət gedir. Bu namazı yenidən qılmağımız vacib hala gəlir. Bunu biz oruc, nafilə oruclar haqqında da belə olduğunu qeyd eləmişdik. Həmçinin nafilə namazların uzun olmasının və yaxud da ki, rükətlərinin çox olmasının müstəhəb olduğunu qeyd eləmişdik. Ancaq bu nafilə namazın, məsələn, bir şəxs 1 saat nafilə namaz qılacaqsa, 1 saat ərzində 8 rükət namaz qılması mı daha yaxşıdır, yoxsa 2 rükət uzun bir namaz qılması mı yaxşıdır? Burada əlbəttə ki, verilən cavab odur ki, qiraəti, rükuları, səcdələri uzun olan bir namaz qılmaq daha doğrudur. Xüsusilə də qiraəti uzun olan bir namaz. Bir şey də qeyd eləyərək bu dərsimizi bitirək. Biz bilirdik ki, fərz namazları və yaxud vacib namazları bir üzr olmadan oturaraq qılmaq caiz deyil. Ancaq nafilə namazları, bugün haqqında danışdığımız və keçən dərs haqqında danışdığımız nafilə namazları oturaraq qılmaq caizdir. Sadəcə oturaraq qıldığımız zaman bu namazların savabının yarısını almış oluruq. Təbii ki, bir şəxs bir üzründən dolayı bunu oturaraq qılırsa, o əlbəttə ki, tam savabını almış olur. Vəlhamdülillahi Rabbil aləmin.